Danışdığın adı sənə igid. Dara düşəndə çəkdiyin qardaşının adı. Qəbri munlarlanıb. Oğlanda videoda bir hafta baxdım var. O videonu mən paylaşacağım. Azərbaycana damğa vuracağım. Damğa vuracağım. Bu qəbir söhbəti var ha. Damğa vuracağım. Allah'ın olsun 100 manat elədilər. Dedim 500 verirəm. 100 manat elədilər. Dedilər heç 500 daymaz ona. Əbəlfazlı Abbas haqqı. Ne bu? Göstermeyeyim. Neyse. Paylaşalım store'da görərsiniz. Eşidirsiniz beni. Anam ben gedəcəm indi yatmağa. Duracağım. Eski vəkillə danışacağım. Səni vəkillə əlaqə. Çıx. Özü gələcək. Səninlə bir yerdə gedirsiniz polis bölməsinə. Oradan məhkəməyə. Sabahlara ediləcək bu proseslər. Akşam danışın. Gecikdirməyəcəm. İsti. Gedəcəksiniz məhkəməyə. Qanuni şəkildə şikayətinizi eləyəcəksiniz. Bunu sizdən başqa bilənlər var. Tanıdıqlarınız. Uşaqlarınız bilir. Uşaqlarınızın yanında olub. Ben bilirim. Uşaqların da hamısını götürürsən. Hamısını götürürsən. Rəsmi qaydada, qanunla Azərbaycanda kiməsə yardım yığmaq qanunla qadağandır. Qanuni şəkildə olmaz. Bunu dövlət Sosial Müdafiə Nazirliyi edə bilər. Sosial Müdafiə Nazirliyi sənlə maraqlana bilər. Xaq o kimdir? Sosial Müdafiə Naziridir. Murad kimdir? Sosial müdafiə ekspertidir. Nazım kimdir bunlar? Azərbaycanda nə işə baxırlar? İşləmirlər ola heç biri. Heç birinin işi gücü yoxdur. Sizin attığınız yardım pullarıyla benzin vurup camata hava atırlar ola. iPhone 17 deyir işlədirəm 1 terabayt. Telefonun 30 dəqiqədə zaryatkaya taxa bilmir. Arvad 30 dəqiqədə telefonun zaryatkaya taxa bilmir. Maile girmək istəyirdi 5 saatda telefon ekranı donmuşdu. Necə çıxıb deyir 1 terabayt hansı xəstanın pulunu aldın? O uşaq yığısanı 140 min. 140 mindən neçə min götürdün nağd verdin iPhone 1 terabayta? Ha? Biz lomuq da ha? Azərbaycanda işləyən adam iPhone ala bilmir. İşləyən adam özünə benzin vura bilmir. Cərimədən bezib. İşləmir deyir ki mənim 3000 benzin rasxodumdur. Ha? Səhər o biri qorxusundan bağladı canını. Mesaj yazdılar mənə. Biridir kimdir ya? Qorxudan canını bağlayıb. Hamısını tutturursan mən sənin arxandayım. Və millət sənin arxandadır. Millət sənin arxandadır. Nə qorxu gəldilər sənə səsin zaps elə videosunu çək. Sənə zəng vurdular, videosunu çək. Uşağın zadın telefonu nə çək videosun. Salam yazsalar sənə var ha. Salam canlıdan sonra. Salam. Onlar danışaq. Yaz skrin elə at bana. Olar. Onlar əlaqə saxlayaq səndən. Bacı bir dənə mənə qulaq as desələr. Skrin elə at mənə. Fikirləş, cavab yazma. Cavab yazma. Yazma cavab. Bişirəcəklər səni. Yaxşı mənada. Ay bacı, gəl 900 verim sənə. 1200 verim söhbəti bağlayaq. Ölüm ayağımın altında. Yox, mən onu benzin üçün götürmüşdüm. Başqa balaya kömək eləyirdim. Sən o balanın canı. Sən mənim xəstə uşağım. Evdə körpə böyüdürəm. Arvad xəstədir. Bunları deyəcəklər səni ürəyi alacaqlar. Necə ki millətin ürəyin bu taktika ilə alırlar. Balalar acdı burada. Sənin balavı göstərir. Öz cibinə pul yığır. Bala acdı burada. Bu balanın corabsız gəzməyinə necə dözür millətin ürəyi? Necə bu balanın burada soyuqda yatmağına canı ağrıyır? Millətin ürəyinə başqa cür girə bilməzlər. Millətdən istifadə eləmək, cənnətə gedəcəksiniz. Allah əvəzin yetirəcək sənə. Allah bunun qarşılığı mükafatın o dünyada verəcək sənə. O dünya deyil ha, bilir ha bu dünyada görməyəcək. İnanmayın heç kəsə, mesaj yazan kimiz yığ polisi. Mənə mesajı at sonra yığ polisi. Deyirəm məni şantaj edirlər. Bax salam yazsa ya. Deyir məni şantaj edirlər yığ polisi. Mən şantaj edilməzsə sözün düzünü deyirəm, özləri deyən şeyi deyirəm mən burada. Yalan niyə deyirəm ki, özləri bilirsə olubdur. Ölənlənmə, sənin kimi nə qədər əziyyət çəkənlər varsa, bu xanım kimi ürəkli olun.
İndi iş olub keçmisiniz. Bilməmisiniz. Tora düşmüsünüz. Aldadıblar sizi. 50 manatınızı belə alıblarsa yardımdan. 10 manatınızı alıblar belə sigaret pulu deyiblərsə. Deyir, mən öz pulumdan verirəm. Maşını hədiyyə eləmişəm moderatoruma. 5 manat sizdən alıblarsa operator sigaret alın. Operatora xaqa gündə 30 manat pul verir. Aya 900 manat eləyir. Zəhmət olmasa mənimlə əlaqə saxlayın. İşıqlandırım. Qaldırım sizi canlıya. Millət görsün. Ayılsın və tutulsun. Xaqa canlıdadır. Aha. Murad yazır, yine yazır. Ağlı. Ne güzeldi bunlar Xaqa canlıda. Ağla. Kəşfaşaya düşüblər, kəşfaşaya. Buradadır. Yoxsa açırlar canlı. Xaqa, körpəndən danışıram, körpəndən. Atmayın səssiz onu. Sən məni qorxudan səssiz atırdın. Səni tutturacam bu oğlan deyibsə eləyəcək. Bu arvadı deyirsən pulzad alıb deyirlər ha, Xəvətən xanım. Bu gör oğlan 10 saat işlədiyi pulu vəkilinə verir onun ya yox. Bu xanım kimi övladlarının haqqın yiyib 1 manatınızın övladlarınızın xəstə halı ilə alıblarsa. 2 nəfər də var belə. Arvadım uşağı Kaleskadadır. Deyir məndən pul aldılar ki benzin pulu bizə pul lazımdır. Biz buraya niyə boş nə gəlmiş? Mənimlə əlaqə saxlayın. Vahidin hesabıdır bu xanıma vermişik qoşulmağa. O hesaba yazın. Orxan hesabına yazın. Ziver TV'ye yazın. Süni intellekt sayfasıdır. Yazın bura hamımız bir moderatorlar. Əlaqə saxlayın hər bir halda mənimlə. Günün istənilən saati, bax yatmamışam səhər 6'dır. Səhərə qədər oyağım 3 saatdan sonra işə çıxacağım. Heç yatmayacağım. Bir sizi qaldırıram bura. Heç kəsdən qorxmayın. Demişsiniz qanun işləyir. Biz onları Azərbaycan qanununu işlədiyim mən sübut eləyəcəm onlara. Gedib 4 ay, 5 ay, 7 ay, 1 il zad yatsınlar içərdə. Görək elə onlar rüşvət verib çıxa bilirlər çölə, yoxsa bunları cəza gözləyir. Mənə maraqlıdır. Hakimə də mi? Bəlkə gedib elə məhkəmə zalında da canını açasan, siz balalarınızın canı mənə yardım edin, vəziyyətim evdə uşaqlarım azdır. Sizdə var ha, elə üz var onu da eləyərsiniz. Hakim bəy 5 dəqiqə mənə icazə verərsən canını açın bir dənə. Vəkilin pulunu yığım. Xanıma hədə qorxu gəldi. Yazıblar. Atmayın heç kəsi səssizsə mənim yayınımdan. Mən onlar da öyrəmən ha bloka səssiz atım. Yazdıqlarım birbaşa kopya eləyin. Qəbrə, değil mi? Kayd eləyin. Aç üzvü. Ay xanım, nə tərsən? Mən səndə canlatmışam, xanım. Sən gözlə. Xanım, mən səndə canlatmışam. 3 saniyə baxıram. Aç üzvü. Müsait deyiləm, bədənimi görmək istəyirəm. Aç üzvü gələrsən. Üzvü at, sənin üzündə cizgilərə baxacam sənin. Müsait deyiləm. Hamamda yığmısan bizi. Yatmamışam, durmuşam, əynimi geymişəm, deyir müsait deyiləm. Sən narahat olala, kostyumla çıxmalısan bura. Bizi səssiz atsan, sayfanda bloka etsən, mən qorxmuram. Biz gələndə qorxub qaçısınız. Sənin adıma sayfa açıram ki, sayfada qaldırasan məni. Gəlim deyirəm, söyüşsüz debat eləyim, eləyə bilmişsiniz. Şivənli ilə də öyle. Mən danışım, sən qulaq as, sən danışanda mən qulaq asıram. Məndən qüsur tapa bilməzsiniz, nöqtə belə olsa. Yaşayışınızdan başda nəqə qüsur taparam, necə tapmışam. Ay xanım, ay bacı. Ay xanım. Bütün taktikaları istifadə eləmişəm, gəlib şərdə ata bilməyəcəm. Get kostyum giyin, gəl gözləyirəm burada. Yatmayacam olsun bugün. Sabah aşağı atır. Ne inib Xaqo? Pulun yiyib. Murad Sağda buna deyib ki, get buradan sən başqa sebzə mən eləmirəm. 900 manat şey yiyib. Nazım yiyib. Ne bileyim bibidir ki, dibi ki, profilidir kimdir? Yığıb ne bileyim o da minüsüz qoyub. Hamısı. Mən bunlar əslində qoşmayacam, istiyatlı. Bunlar sənlə danışmalı deyirlər. Sənlə danışacağa layiq deyirlər, danışmağa layiq deyirlər səndən. İndi adam başına 5000 atsalar sənə razı olarsan, bağlıysan söhbəti. Şikayət eləmə. 5000 adama.
Adama 5000 sən kartı Mən atsalar namusuma olar. toxunur ay qardaş. Mən kiməsə canlı bağlayacağım. Anam benim, başka şey deyirəm sənə. İndi mən onlara 5000 attırım sən kartıma, 1 ilin ev pulusun. Bunları bir tane diye ağıllı olsunlar, bundan sonra canını açmasınlar, onu da eləyə bilərəm ha. Barları diziblərində, arvatlarının var, ayaqüstülərinin altında 50.000 var. Bankada koymurlar, dövlət görər. Səfərimə şərəf mal deyirlər. Bankada koymurlar, dövlət görər. Onu mən bilirəm. Onu mən bilirəm. Arvadım şeydə gəzdirir. Nə maşında gəzmirsən? Arvadı onun Tesla'da yazır. Sənin övladının 50 manatıyla Tesla alıb arvadını gəzdirməyə. Arvad dedir elektrikdə gəzir. Hə mənim kocacım. Arvadın qeyrət olsa, namus olsa, deyər ki, bizə haram pul yedizdirmə bu uşağa. Bu uşaq böyüyəndə baladuzinadan betər olur. Haramla böyüyən baladuzinadan olur. Eyni şeydir. O da böyüyüb sənin yerine başqasına. O da böyüyəcək bunun uşağıyla yaşıtsa bu arvadın uşağını aldatacaq. Eynidir. Sonra onun uşağına yazığız gəlməsin əli saplayanda Instagramda. Başa düşdünüz, Cəbrayət çəpiş. Mən sakit kal deyəndə qalacaqsa. Aç kameranı, aç. Açım kameranı. Özün aça bilmirsən ha? Aç, fərqi nədir? Ha, açırıq, ya bura. Merhaba, sən görün bu nə tər işdir. Ay xanım, mən səndə canlı açmışam. Tanırsan xanımı ya yox? Yo, ben canlı açmışam xanım. Kameranı aç. Bağlama da sən bağladın. Hemen elim var orada. Heç kəs dəyməsin ekrana. Orada bağlayırlar da, moderatorlar. Özün açabilirsən kameranı. Kameranı özün açabilirsən bağlasalar. Xanım, ay xanım, mən canlı açmışam, sual ver. Hə, yoxdur. Xanıma bax danışmır. Mənim evimdə canlı açmısan, canlı ilə produkt getmisən. Ayça, ben mənə niyə deyirsən canlı açmışam? Mən produkt gətirmişəm. Çıxıb getmişəm də, yardımı qoyub çıxıb getmişəm. Nazim Quliyə bax çıxdı. Bildim də anam, Nazimin söhbətini mənə niyə qatmır? Ana, Nazimə mənə niyə Yüz bana qatmırsan? tatılan puldan 50 matalım. Bayaqdan Ali ancaq məndən danışır. Nazimdən danışmır. Sənin ailəndən danışacağım bir il. Yox, Nazimdən niyə danışmırsan Ali? Gəl kişi kimi danış. Ondan da senin kişiliğin var sana. Gücüm sən. At Nazimə kalbimi. At kalbimi. Hanım, senden 50 matalıp almayayım. Sənin o bir yayınlar dönü burada hukka verəsən, danışasan, vətən xainidir. 50 manat alıb anam səndən. Korkma. Biz buradayım. Vəkil tutacağım bir saattan sonra sənsin. 50 manat mənə verib də 50 manat başqa xanım Sənə gələn 100 manatdan 50 manat alıb. aparırdı. Məndən götürdü. Ana mənim internetin getmişdi. Sənə verilən 100 manatdan uşağınsın. 50 manat alıb qoyub cibinə qoymuyor. Bəli, alıbdı. Telefonu Özü normal də tut çəkib, yüzüme göster. bilmirəm, indi o çəkilişi paylaşmıyıb deyək. Hı. Adam artisti de. Kardeş, adamın psixoloji problem bunu tutmamalı da, dalxana etmədi bak. Adam Azərbaycanın en büyük saytlarında programist işleyip mikrofonu bağladı, bir saatlik qışqırır orada. Adam Azərbaycanın en büyük saytlarında milyon dolarlarına pul kazanıp Yəni mikrofonu bağladı, onu görebilirim. Ali, mənim boynumu atma. Kim açıb ondan danış. Senin arvadımın boynunu atacağım inşallah. Ay sağ ol, belə. İncidəcəm Sən səni. indi bu Bağlı alimən mikrofonu vurmadı ya, məndən çəkinirsən. Amma mənim adımı çəksən, uşaqsan, Neynirəm? balacaqsan. Neynirəm? Elədin hərəkətləri görsən psixoloji Bacınla problemi var. nişanlandım. Heyf. Dinlə. Hadi qalmıram. Bağlamayın səsin. Bağlamayın səsin. Sənin məqsədin o bacı məsələsidir, bilirəm. Nədir? Danış, qulaq asıram sənə. Heyf ki, mən Danış. sənin bacıma... Gərək alardım o vaxt. Mənim bacımla nişanlanmısan. Gərək, Həri. Qulaq Bax, as. gərək alardım. İndi Qulaq as. Sən Xaqo, bacı... Hago. Öcək qar... Hago. Şilim müsəlmansan. Allah'ım Heyf ki, sənin öcək qardaşın var. Müsəlmansan. Müsəlmansan. Aktyor qardaşım var. Heyf ki, biz onun dostluğumuz var. Müsəlmansan. Heyf ki, onunla Düşürəcəm dostluğumuz sənin var. aşağı. Yox, sən Müsəlmansan. ki, heyf ki, deyirəm onunla Hələ dostluğum var. səni tutturacam axırıncı danışığındır. Müsəlmansan. Aktyor öcək qardaşınla dostluğum var. Bax, buna keçirəm. Müsəlmansan. Səni buna keçirəm. Yoxsa çox Müsəlmansan. gedərəm, ha. Hamısını açıb Dala keçərəm. düşsən gəlib başqa mövzu atsan. Ha, Eyni arvad dənədin mövzusudur. Bax, buradan bura, mənə bax, Bu buradan bura. arvad mövzusu Mənə kimə bax, danışacaqsan? mənə bax, yaxşı. Hago. Kimsə gəlib burada canlı açıb. Bura mənim adımı çəksin. bilməyəcəksən. Hago. Bax, yalana bax. Dostlar, hamı gördü. Qadın dedi ki, canlı açmayın.
Uşaqlar qulaq asın. And olsun Allah'a mənim bacım yoxdur. Lənkəranlıyam gedin maraqlanın. Mənim bu yaşda heç qohumum yoxdur. Adam Allah adam olub deyib öz həyatının abırı açılanda kiməsə şər atmağını xilas olmağa çalışan adamdır. Gedib mən yaşda olan bir qohumumu tapıb çıxartsın ortaya, çıxıb sizin qabağınızda dizlərimi atıb yerə üzr istəməsəm məndən şərəfi yoxdur. Baxın, bu sizin Azərbaycanın qeyrətli dediyiniz oğlu. Eyni sözü deyir, indicə mən də deyim. Evlənməmişdən qabaq arvadı ilə nişanlı olmuşam. Bilirsiniz onu. Gördüm partlaqdır. Dedim sən partlaqsan. De ki, nə olsun ki, xalq o mənə alacaq ama. Bu sözlərin 30 qatını danışa bilərəm. Amma kişi bu söhbət eləməz. Kişi ilə mübarizə aparır. Danışa bilsən, mənlə danış. Mən sənin maskamı cırım, sən mənim maskamı cır. Mənim maskamı cır ki, sənin qüsurun var. Mənim. Onu bacar mısın? Maksimum belə arsız kimi güləcəksən, arvadı və hər gün söz deyəcəklər. Cəmaatın xəstə uşağının pulu ilə arvadığı dolandıracaqsan. Arvadı xanım buraya elanda demədi, sən mən üçün canını açmısan. Dedi ki, xalq o yardım gətirib, mənə 100 manat atıblar, gəlib məndən soruşub, sənə 100 manat atıblar mı? Arvad dedi ki, atıblar mənə. Dedi 50 manatını ver mənə, başqa adama yardım edəcəm. Kaydı var əvvəldən axıra qədər. Xanım demədi zaten sən mən üçün yayın açmısan. Xalq o dedi, mən üçün lazım açır. Gəlib arvadı şuqaniyə salır, gəlib fırlatmağa çalışmayın mövzunu. Şivənli eləyən yalancı adam olur. Bax, yalan, səbirlə danışıram. Dedim ki, mən danışıram, sən qulaq as, sən danışırsan, mən qulaq asım. Burada arvaddan söhbət gedirsə. Deyir, nişanlı olmuşam. Bax, adamın gör nə qədər az. Qız uşağından nişanlıyam, xəbərin var sənin. Mənə yazıb şəxsən kəbinimi kəstirmişəm telefonla. İslam dinində də araşdırdım, kesilin dində 9 yaşına qədər müstəhəbdir. Nə qədər isə səhərə qədər danışın belə. Hə, nə oldu? Nə oldu? Mən Instagramda video çəkmişəm axı, subut eləməyənim belə olsun. Ona necə cavab verəm? Instagramda videom var, 50 min izlənib. 100 min izlənib. Yalan deyəni demişəm. Subut eləməyəni demişəm. Adam demir, mən subutla gəlmişəm qabağıza. Gəl çıxar bir dənə şəkil göstər, dinən əlini qohumu ilə nişanlıyam. Əlini filan şeylə danışmışam. Göstər də bunu. Orada mən də gəlib deyə bilərəm ki, Putinin qızı ilə gəzirəm. Başqa şeylər də deyə bilərəm ha. Amma xanım var burada, demirəm. Bunu deməm, mövzudan qaçmayın. Xanım, eşitsən məni? Gördün şivəndilər bunu. Sən canlıdan get. Bak bacım, kızım, keç oradan. Geç buldum. Yok, Mən şifaneldi. canlıdan sonra sənə yarım saat ərzində vəkil nömrəsi verirəm. Danışırsan, səhər sübh ilk işin gedib polisə, oradan da məhkəməyə gedmək olsun. Eşitdin məni? Adam gəlib, deyir, Oldu. Nazimdən niyə danışmırsan deyir. Ora bax, kötü qaparından, Nazimdən niyə Nazım da danışmırsan? en çok yani sen de lazım ondan- yoktu. Niye danışmıram ki? Gedən özündən aparır da, bilirsiniz də, gedən özündən aparır. Mən tək deyiləm də, çoxsa 10 il verəndə 5 il versinlər. Hə? Xilas ola bilməyəcəksiniz. Güvəndiyin Azərbaycan dövləti səndən tədbir görülməsə, biləcəm ki, rüşvət vermişsiniz. Qanunları işləyən Azərbaycan dövləti bunlarla məşğul olmasa, Ağ evin qabağında çıxıb deyəcəm ki, rüşvətlə xilas oldular. Buna görə miting təşkil edəcəm ki, rüşvətlə xilas oldular. Olmaz ki. Anam mənim, sən get, başına dönərəm səni. Nömrəm var məndə, sənə zəngzad vurmağa çalışacaqlar, heç kəsə cavab vermə. Mən də canlını yenilirəm, təzdən açıram, qoyub bu insanlar çıxsın, özüm dərdləşim, qutarsın. Yaxşı anam. Oldu Bak tamam. sağ ol. Ürəyi də sıxma, narahat olma. Nə də sıxıntın oldu, yaz bizə, biz yardım edərik. 3 tane dostum elə 100 dollar atsa 300 dollar edir, Azərbaycanda 500 manat. Ürəyi sıxma. Allah amanında, Allah sən balaları bir qorusun. Hələlik. Amin.